Salam əziz şagirdlər, gəlin sizlə 8-ci sinif Namazov tapşırıqlar kitabından belə bir sualın izahına baxaq. Sualda deyilir ki, ABC üçbucağında ASB 90 dərəcə, AC 16 santim, AB bölü BC 5 bölü 3 nisbətində olarsa, AB və BC-ni tapın. Deməli, ASB 90 dərəcə verir. Deməli, bu düzbucaqlı üçbucağıymış. Çəkir bunu. Bura olsun A, bura olsun C, burada B. ASB 90-dırsa, bura deməli düzbucaqlı üçbucaqdır. O zaman digərlərinə qalır 45-45. AB bölü BC deyil 5-in üstədir. O zaman AB-nin yerinə yazıram 5x. BC-nin yerinə yazıram 3x. Bunu yazdıq. Və AC-ni verib 16. Piyaqot teoremindən istifadə edirik. Hipotenuzun kvadratı bərabər kadetlərin kvadratı cəmini. O zaman yazıram 5x-in kvadratı, yəni 25 x kvadrat bərabər 3x kvadratı 9x kvadratdır. Plus 16-ın kvadratı 256. 25x kvadratdan 9x kvadratını çıxanda qalır 16x kvadrat bərabər 256. X kvadrat bərabər 16. X-də bərabərdir 4-ə. Deməli, x 4-dürsə, burada x-in yerinə qoysaq 4, AB olacaq 20, BC isə olacaq 3-ün 4-ə misli 12. Deməli, biz AB-ni tapdıq 20, BC-ni isə 12. Bizə bunlar lazım idi.